Neftçinin ardıcıl 4-cü qələbəni qazanmasına Şamaxı imkan vermədi. Son dəqiqədəki penalti epizodu böyük etirazlara səbəb oldu. Maçın ilk hissəsi maraqsız keçsə də 47-ci dəqiqədə Eminin ötürməsindən sonra Breno Almeidanın başlı zərbəsi təhlükəli alındı. 6 dəqiqə sonra Emin Mahmudov yaxşı şansı dəyərləndirə bilmədi. 59-cu dəqiqədə nəhayət Emin Səfərovun ötürməsini Vensan Abubakar qola çevirdi. 73-cü dəqiqədə Şamaxı Neftçi qapısında təhlükəli vəziyyət yaratsa da istəyinə çatmadı. Bu epizoddakı ofsayd hakimlərin gözündən qaçdı. Bölgə komandası ardınca künc zərbəsindən sonra Sezar Enrique ilə hesabı bərabərləşdirməyi bacardı. Artırma dəqiqələrində isə əsl drama yaşandı. Artırılan ikinci dəqiqədə yenidən Abubakar səhnəyə çıxaraq Neftçinin ikinci qolunu vurdu. Coşquyla qola sevinən paytaxt təmsilçisi olacaqlardan xəbərsiz idi. Görüşün son saniyələrində Mustafa Seklə Sezar Enrique hava mübarizəsinə qalxdı və hər ikisi yerdə qaldı. Həkim müdaxiləsi zamanı hakimi vara dəvət etdilər. Varda Mustafa Sekin rəqibə dirsəylə zərbə endirdiyinə qərar verildi. Ardınca Neftçi qapısına penalti təyin olundu ki, Kərim Rossi bu şansı qaçırmadı. Oyun bitsə də Neftçi tərəfi bu qərarla heç də razı değildi. Bəs sizcə bu son epizodda hakimin qərarı doğru yoxsa yanlış idi? Fikirlərinizi şərhlərə yazın.